قررت المحكمة الحكم على المدان صدام حسين المجيد بالإعدام شنقا حتى الموت لارتكاب قتل العمد كجريمة ضد الإنسانية وفق المادة 12 أولا أليف بدلالة المادة 12 أولا ثانيا ثالثا رابعا من قانون المحكمة الجنائية العراقية العليا رقم 10 لسنة 2005، وحددت العقوبة وفق أحكام المادة 406 أليف من قانون العقوبات رقم 111 لسنة 1969 المعدل بدلالة المادة 24 من قانون المحكمة الجنائية العراقية العليا رقم 10 لسنة. Bu onun son çıxışı oldu. Görüntü olaraq isə dünya onu son dəfə boynuna kəndiri asılmış halda görəcək. Onu bütün dövrlərin ən acımasız diktatorlarından hesab edirlər. Hakimiyyətdə qala bilmək üçün o hər şey edə bilərdi. Yaxınları deyirdilər ki, o heç vaxt hakimiyyətə gəlmək istəmirdi. Lakin həyat onu İraqın lideri olması üçün hazırladı. 25 ildən çox hakimiyyətdə qalan Saddam Hüseyn bəlkə də özündəki qəddarlığı gördüyü üçün hakimiyyət istəmirdi. Ancaq olan oldu. Düz ya səhv. Bugün Saddam adı diktator sözü ilə sinonim kimi işlədilir. Doğrudan da elədirmi? Diktatorlar silsiləsinin davamı olaraq bugün Saddam Hüseyn haqqında danışacağıq. Daha öncə paylaşdığımız Stalin və Hitler haqqında olan videolarımızı izləməmisinizsə, onları da izləyin. Və əlbəttə ki, kanala abunə olmaqla videonu paylaşmağı unutmayın ki, bu cür buraxılışlarımızın davamını hazırlamağa həvəslənək. Saddam Hüseyn 28 aprel 1937-ci ildə İraqın Tikrit şəhərinin yaxınlığındakı Əl-Auca kəndində dünyaya gəlib. Saddam doğulmamış onun atası yoxa çıxır. Anası oğluna müqavimətçi mənasını verən Saddam adını qoyur. Lakin ana öz oğlunu çox da sevmirdi. Buna görə də o, Saddamı 3 yaşındaykən dayısı Xeyrullah Tulfahın yanına göndərir. Tulfah dövlətə qarşı çıxdığı üçün həbs olunur. Saddamın anası isə yerli qaydalara görə itkin düşmüş ərinin qardaşı ilə ailə qurur və ana Saddamı yanına gətirir. Bəlkə də Saddamın gələcəkdə qəddar birinə çevrilməsi də məhz bundan sonra başlayır. Əmisi Saddamı çox incidir və döyürdü. 1947-ci ildə Xeyrullah həbsdən çıxır və Saddamı da öz yanına gətirir. Dayısı Saddamın təhsili ilə məşğul olmağa başlayır. Tulfah həmçinin hərbçi idi və o Saddamı hərbçi və vətənpərvər ruhunda böyüdür. O dövrdə İraq neftinin xeyrini